Salamlar, vaxtınız xeyir olsun. Mən Gözəl Lakşin, insan psixologiyası metodisti. Bugünkü mövzumuz ondan ibarət olacaq ki, belə bir psixoloji xəstəlik var. Psixosenzurativ insanlar. Bu da nədən qaynaqlanır, yaxud bu xəstəlik nədir, hansı fazalarda daha qabarıq olur? Bəzən elə düşüncə tərzində olan insanlar olur ki, bu xəstəliyə yoluxurlar və bunun nə olduğunu bilmirlər. Adətən bu xəstəliyə yoluxan insanlarda beyin senzurası, beyin fazasında daimi olaraq müsbət və mənfiyə cavab vermək, hər zaman pis fikirli, hətta zamanla müalicə olunmasa şizofreniyaya da belə gətirib çıxarılacaq formaya gətirib düşülür. Adətən bu tipli xəstələrdə travma məsələsi deyil. Yəni travmadan burada tılsımdan belə söhbət gedirməz. Sadəcə olaraq bir nəfər daxilində olan kimə qarşı bu qədər kinləniblərsə, o kin toplaşır, hər kəsə qarşı yayılır. Bu kindir, bu travma sayılır. Və hər zaman bu pis fikirlər qalaq-qalaq artır. Getdikcə daha qabarıq, daha şiddətli olur. Şizofreniya fazasından çıxır, hətta baxırsan ki, sən dəli olmusan. Yaxud el arasında deyir ki, sən gic olmusan, xəstəsən artıq. Çünki bu artıq çox çətin. Və hər zaman ilkin mərhələdə bəzən dəstəklə göstərici tipli xarakterlər olur. O insanı yola vermək yerinə, yalan danışmaq yerinə səmimi söhbət olsa, təbii ki, bəlkə də onun xəstəliyi 1-ə 5 azala bilər. Artmaq yerinə. Seanslarımız əyani və onlayn şəkildə həyata keçirilir. Qoşulmaq istəyənlər şəxsi mesaj bölməsində məlumat verə bilərlər. Yaxud suallar varsa, soruşub məlumat alsınlar.